Nerede yaşayırsınız? Sibir şəhərciyində o tərəfdə yaşayıram. Daimi orada yaşayırsınız. Bəli. Qışda da, yayda da. Bəli. Siz qərb avtomobili sürürsünüz, yoxsa Çin? Çin avtomobili sürürəm, çünki düşünürəm qiymət və dəyər perspektivdən ən yaxşı təklif onlar. Ondan öncə, keçən ildən öncə həmişə Alman avtomobilləri idi. Sonra fəlsəfimi dəyişdim. Elektrikli yoxsa plug-in? Elektrikli, tam elektrikli. Ancaq tokdan işləyir. Bəs indi ən əsas qazanc yeriniz və yaxud da yerləriniz hansı istiqamətdə? Harada işləyirsiniz? Şirkətiniz haqqında qısa konsultasiyalar verirsinizsə, bu necə baş verir? Hal-hazırda maliyyə konsalting sferasında işləyirəm. Azərbaycanın ən böyük maliyyə konsalting şirkətlərinin birindəyəm. Yerli şirkətdir? Yox, xarici şirkət. Sizin payınız var o şirkətdə, yoxsa sadəcə olaraq bir əməkdaş kimi yəni işləyirsiniz? Orada konfidensiallıqla bağlı bəzi şeyləri açıqlaya bilmirəm. Mənim oradakı iştirak payımla bağlı. Ona görə mən razıyam, belə deyək.